Salam, hər vaxtınız xeyir olsun. Deməli, müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlı danışdıqdan sonra mənə belə bir sualla müraciət edənlər oldu ki, bəs mən 1-ci Qarabağ müharibəsinin iştirakçısıyam, lakin fəraliyim var. Mənə də müharibə veteranı statusu verilə bilərmi? Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş 2000-ci il sentyabrın 1-nədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən azad edilmiş şəxslər istisna olmaqla və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı statusu verilmiş.